Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir. Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı. Söhbət AXDP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir. Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən sonra Gültəkin Hacıbəyli ölkədən qaçıb. Mənbənin verdiyi məlumata görə o Türkiyəyə gedib. O da qeyd olunub ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən gecə ilə tələm-tələsik Bakını tərk edib. Oxu24.com yaxın saatlarda Gültəkin Hacıbəyli və Ramiz Mehdiyevin işbirliyi haqqında sensasiyon məlumat təqdim edəcək. Oxu24.com keçmiş deputat Gültəkin Hacıbəylinin ölkədən qaçması barədə məlumat yaymışdı. Bu xəbər yayıldıqdan sonra Gültəkin Hacıbəyli özünün Facebook profilində paylaşım edərək xəbərin yalan olduğunu yazıb. Oxu24.com-a Gültəkin Hacıbəylinin səs yazısı daxil olub, o danışığı zamanı Türkiyədə olduğunu təsdiqləyir. Türkiyədəyəm, bəli, Türkiyədəyəm, keçən ayın 25-dən Türkiyədəyəm deyərək telefon danışığında qeyd edir. Gültəkin Hacıbəylinin danışığının digər detalları bizdə olsa da yayımlamağı məqbul bilmirik. Qeyd edək ki, sözü gedən telefon danışığı bugün baş tutub. Sonda sual edirik. Hər zaman düzgünlükdən, şəffaflıqdan danışan Gültəkin Hacıbəyli niyə yalan danışır?